Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, mən müşrik olan anamı İslam'a dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında nalayıq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərimizin yanına gəlib dedim, ey Allahın elçisi, mən anamı İslam'a dəvət edirdim. O bunu inkar edib, sənin haqqında xoşa gəlməz sözlər dedi. Allah'a dua et ki, anama hidayət versin. Peyğəmbərimiz dedi, Allahım, Əbu Hureyranın anasına hidayət ver. Mən Peyğəmbərin duasından sonra sevinərək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağa əmr etdi. Sonra qusl edib paltarını geyindi. Qapını açıb mənə dedi, ey Əbu Hureyra, şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və Muhammed sallallahu aleyhi və səlləm onun qulu və elçisidir. Hədisdən aydın görünür ki, vaxtaşırı valideynlərimizi gözəl bir şəkildə İslam'a dəvət etməli və onların hidayət tapması üçün Allah'a dua etməliyik. Bu xüsusda uca Allah belə buyurur, şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən, amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır.